Tədbirdə çıxış edən Urumçi Peşə Universitetinin prezidenti Tang Xiaobing bildirib ki, imzalanan sənəd iki universitet arasında uzunmüddətli və sabit əməkdaşlıq əlaqələrinin əsasını qoyur. Azərbaycanın qədim İpək yolunun mühüm qovşaqlarından və Çinin strateji tərəfdaşlarından biri olduğunu vurğulayan Tang Xiaobing, iki ölkə arasında inkişaf edən əlaqələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edib, təhsil, mədəniyyət və mübadilə sahələrində birgə fəaliyyətin əhəmiyyətindən danışıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıb ki, imzalanan anlaşma memorandumu iki universitet arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcını qoyur. Rektor Azərbaycan və Çin arasında ali təhsil sahəsində inkişaf edən əlaqələrin əhəmiyyətindən danışaraq, yeni əməkdaşlığın hər iki universitet üçün mühüm imkanlar yaradacağına və qarşılıqlı layihələrin həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edək ki, imzalanan anlaşma memorandumu qardaşlaşmış şəhərlər olan Naxçıvan və Urumçi şəhərləri arasındakı əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcək. Sənədə əsasən, tərəflər qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi, tədris və elmi fəaliyyət istiqamətində əməkdaşlığın genişləndirilməsi, müəllim, tələbə və inzibati heyət mübadiləsinin təşkili barədə razılığa gəliblər. Anlaşma memorandumunda logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb və yeni enerji və istehsal sahələri əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Sənədə əsasən tərəflər birgə akademik proqramların və ikili diplom layihələrinin, o cümlədən 3+1 modeli üzrə bakalavr proqramlarının hazırlanması və həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər. Memorandum çərçivəsində sənaye yönümlü təcrübələrin, yay məktəblərinin və praktiki təlim proqramlarının təşkili, tələbə və akademik heyətin mobilliyinin artırılması, mübadilə proqramlarının həyata keçirilməsi və birgə tədris tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi planlaşdırılır. Həmçinin süni intellekt mərkəzinin yaradılması və inkişafı, bu sayədə birgə tədqiqatların aparılması, təlimlərin keçirilməsi, Çin dili və mədəniyyəti üzrə təhsil proqramlarının yaradılması və mədəni əlaqələrin genişləndirilməsi istiqamətləri də sənəddə öz əksini tapıb. Sıra ali məktəblər kimi Naxçıvan Dövlət Universitetində də peşə yönümlü təhsilin inkişafı üçün strateji hədəflərimiz var. Bu baxımdan Urumçinin bu universiteti ilə əməkdaşlıq müqaviləsi bizə çox gələcəkdə ümidlər, çox yüksək perspektivlər vəd edir. Bu baxımdan ki, bu müqavilə imzaladığımız universitet bu sahədə, peşə təhsili sahəsində dünyanın ən nüfuzlu universitetlərindən biridir. Bilirsiniz ki, Urumçi və Naxçıvan qardaşlaşmış şəhər elan olunandan sonra rəsmi şəkildə həyata keçirilən ən mühüm ciddi əməkdaşlıq əlaqələrindən biridir. Məhz Urumçinin seçilməsi də bu baxımdan heç təsadüfi olmamışdır. Və Peşə Universiteti ilə bizim aramızda olan müqaviləyə əsasən Naxçıvan Dövlət Universiteti, Urumçi Peşə Universiteti ilə turizm, logistika, incəsənət, tibb və jurnalistika sahəsində əməkdaşlıq edəcək. Bu əməkdaşlıq Peşə Universitetinin fəaliyyət dairəsinə məxsus olan bütün sahələri əhatə eləyəcək. Yəni ki, həm bakalavr hazırlığı, həm magistratura hazırlığı, həm doktorantların hazırlığı, həm də müəllimlərimizin ixtisas artırma kurslarına cəlb olunması, yay məktəblərində təlimlərin keçirilməsi akademik heyət üçün və tələbə heyəti üçün, eyni zamanda tələbə və müəllim mübadiləsi məsələləri bu əməkdaşlıq protokoluna daxildir. Gülay Tahirli, Tərlan İbrahimova, Akşin Məhrəmov, NTV Xəbər.